Boy rayonunun Tapqaraqoyunlu kəndi. Bugünkü səfərdə Tapqaraqoyunlu kəndindən Boy rayonuna gedəcəm. Səfərdə yol seçmişəm. Yəni qarşıda gördüyünüz bu dərələrlə, təpələrlə gedib Adasan avtolanasmalıyım. Qasımbəyli avtolanasmalıyım. Yolda getməmişəm, bir dəfə gedirəm. Görək necə yol. Bu da Tapqaraqoyunlu kəndi. Yolumuz davam edir. Tapqaraqoyunlu Goranboy yola. Yılvari bir padyon. Arkada gördüğünüz Tapqaraqoyunlu kəndidir. Bu yolla da hardasa gedib Naxçıvan şəhərinə. Yola bizim səhv edib gedib çıxa bilmirəm ya. Bu yol bərtələri yoldur. Yolda tanımır. Yəni gedib Borsunlu kəndinə də çıxa bilərəm, Qasımbəyliyə də çıxa bilərəm. Yəni gedirəm. Hara çıxacam dəqiq bilmirəm. Goranboy rayonunun Tapqaraqoyunlu kəndi. Gördüyünüz Tapqaraqoyunlu kəndidir. Tapqaraqoyunlu kəndindən çıxmışam. O yolla Naxçıvan şəhərinə gedib çıxmalıyam. Tanımadığım yoldur. Belə bir cıqır görürəm. Maşın yolu olub nə vaxtsa. Bu yola çıxıb gedəcəm. Yolumuz davam edir Goranboy rayonu. Təpəli yollar. Bizdə bura yol demək olmaz. Goranboy rayonu gördüyünüz bu kənd Qaşaltı kəndidir. Ondan oynan Naftalar şəhəri. O yanda da Tapqaraqoyunlu. Belə bir yüksəkliyə qalxmışam. Bu yolla gedib hardasa bu Naxçıvan şəhərinə və yaxud da bu Qaşaltı kəndinə çıxmalıyam. Hələlik yol görmürəm. Ona görə də halindən gəldi gedirəm. Köhnə bir post.
Geldiğim yerde yol tutardı. Ona göre buradan aşağı düşüp aşağıda bir torpaq yol görseniz oraya gitmiş. Bu hissəyə kimi qalxdım. Burada yol tutardı. Bir aşağıda bir yol görseniz oraya çıxır. Aşağıda bir yol gelir. O yola düşməliyəm. Oraya gitmək üçün bu dərəni qalxıb düşməliyəm. Yolumuz devam edir. Evet, radyonla gedirəm. Aşağıda bir yol var, oraya düşməliyəm. Ancaq burada sərt spusqadır. Orada düşmək üçün görə ehtiyatla düşəm. Əmin ki, buradan düşəcəm. Biraz sərt spusqadır, biraz ehtiyatlı olmaq lazımdır. Yola düşək görə bu yol bizi hara çıxardırıq. Qarşıda gördüyünüz bax bu podyomu düşdüm. Biraz çətinliklə düşdüm. Yəni xırlıqdır, biraz mailliklə götürdüm, düşdüm. Oradan belə bir yol gedir. İnşallah bu yolla düşüb gedəcəm. Yəni bunlar, bu getdiyim yollar mənim üçün təzə yollardır. Yəni buranı getməmişəm. Buranın üst tərəflərindən getmişəm bir dəfə tapa borsunlar. Bu yolla getməmişəm. Yine bu yolla getmək istəyirəm. Yolumuz davam edir. Sürdüm velosipedi. Biraz narahat yola çıktım. Biraz daha hızlı para. Hələlik yol görsənir, bu yoldan gedir. Yol hara kimi gedir, ora kimi gedəcəm. Tanımadığım yerdir, yola kimi gedir. Şöyle bir yol mənə arxadır. Yolumuz devam edir. Tamam, belə bir padyom çıxdı. Bu padyomdan sonra biləcək yollara gedir. Dərələrin arasından gəlmişəm. Qabaqda da belə bir padyom var. Padyomdan çıxarım. Burada yol cəmi bir dənədir. Daha bir yol. Bu yolla gedəcəyik. Görə bu yol hara geri çıxar. O yana da bir yol var. Amma çox güman ki, bu yolla gedəcəm. Goranboy rayonunun düzəngahları, dağları, dərələri. Yolumuz davam edir. Daha bir padyom. Burada bir diş var. Buranı qalxaq görək. Buradan o yana. Sərt bir padyomdur. Çıxmaq biraz çətindir. Saç görək, oradan o yana bir nə görürük.
Dağlar. Dağlar, dağlar. Yolumuz devam edir. Görəm o yerə. Gördüyünüz bax düzəngahları, padyumları, rəmələri, təpələri gəlmişəm, gəzmişəm. Qabaqda da belə bir sərt bir dağ var. Nasıl bilmirəm indi. Səsini keçəcək, üstünə çıxacağım, elə bilmirəm. Şimdi sürə yolda biləcək. Yolumuz devam edir. Daha bir padyum. Bu yol mənim ağzıma demək olar tərtər tərəfə çördü. Yəni mən Naftalın tərəfə getmək istəyirdim, ancaq yol burla gəlib tərtər tərəfə gedir. Ola bilsin fırlansın, yenə də geçsin o yana. Yəni bir dənə bu yolda bildiyim yol, yolla da gedir. Burada dağlarda hündürdür, təpələrdə hündürdür. Demək olar kimsəsiz bir yer. Qarşıda gördüyünüz padyumla çıxmalıyam. Görək ondan o yana nə göstərəcək. Yolumuz davam edir. Qalxmalıyam. Ondan sonra şöyle hareket çıxır. Burada yol qutardı. Buradan gəldim, belə bir yerə düşdüm. Aşağı bir yol göstərir. İndi ora düşəcəm. Bilmirəm o yol hara gedir, bu yolla gedəcəm. Görək, hareket çıxır. Daha bir yol. Yol hara gedir bilmirəm. Yəni yuxarı getdim, qayıtdım, gəldim. Elə bu yolla gedəcəm. Bu yol bizi arafat çıxardacaq. Çünki mən ancaq yolla getməliyəm, başqa cür mümkün deyil. Burada hər yerdə təpə, yarğan, düzəngah. Bu yolda tutarmasa, bu yoldan gedək görək, bu yol bizi hara aparıb çıxardacaq. Daha bir padyum. Burada belə bir yol var. Görüp yukarı geri çıkacak. Bu padyum biraz hem serttir hem de soğuktur. Əsas yola gəlib çıxmışam. Burada yol var, bu yolda gedir Naftalına tərəf. Yəni bu yolla da gedəcəm. Görək gedib hara çıxırıq. Aslında ora mən kəsə gedib çıxmalıydım. Sadəcə yol tanımadığıma görə, yol olmadığına görə belə fırlandım. İndi bu yolla gedib çıxacaq, Naftalan şəhərinə çıxmalıyıq. Görək arasına geçsək. Yolumuz devam edir.
gedir. Bu yolda geldik. Buradan sağa da yol gedir. Yolda bura gelip bilmem de buhara kimi gelip. Yolu çıxaq. Orada yol tutarsa gelip sağ yolla gedək. Yolumuz devam edir. Gördüğünüz bu yol Naftalan şəhərinə gedir. İnşallah gedib Naftalan şəhərinə çıxacaq. Əsas çətin yollar gəldi. Tapdan bura kimi. Dərlərlə, təpələrlə. İnşallah buradan Naftalan şəhərinə çıxıb. Oradan daha baxarıq. Orada ola bilsin. Hətta 3 dənə yerlə getmək fikrim var. Görəyim də hansından gedək. Göranboy rayonuna. Demək olar ki, gəlib Naftalan şəhərinə çıxmışıq. Bu qarşıda gördüyünüz Naftalan şəhəridir. Bir balada daşlıq yollar var. Sen Tatarlı yol getdim, ola bilsin sağ köydü, ola bilsin Qızılacılı. Orada biləcəm. Axır ki, gəlib Qasımbəyər kəndinə çatdıq. Görək Qasımbəyər kəndi. Buradan da Naftalan şəhərinə çıxacaq. Bu da Naftalan şəhəri. Naftalan şəhərində gözəl bir park. Çınar, üstünde yazılır 1975. Gördüğünüz bu Çınar 1975. yıldakiler. Heydər Əliyevin heykəli. Haber Çınar 1976. O da 1976. yılda həkilib. Naftalan şəhəri. Naftalan şəhəri. Naftalan şəhəri. Naftalan şəhəri.
Yolumuz devam edir. Naftalan şəhərinə çıxdıq. O yolla Tatarlı kəndinə çıxacaq. Tatarlı, Safgöz, oradan da Goranboy. Daha bir getmədiyim yol. Bu yolda getməmişəm. Müəyyən hissəyə kimi getməmişəm. Oradan bu tərəfə Tatarlı'nı getmişəm. Yolumuz devam edir. Naftalan Tatarlı yolu. Bu yan Naftalan. Yolumuz devam edir. Naftalan Tatarlı yol. Gördüğünüz bu yolu vesile sürmüşəm. Bak bu yolla. Yani bu yoldan gəlib Safgözlə bu yolla Tap kəndinə getmişəm. Bugün isə Naftalandan bak bu yoldan çıxıb o yolla Tatarlıya girib, Tatarlı Safgöz, Goranboya girib. Hamısı daha birbirindən çətin yollar. Belə başlayır, dərəli tərəli. Yolumuz devam edir. Yolumuz devam edir. Tatarlı kəndi. Karşıda gördüğünüz Tatarlı kəndidir. Tatarlı kəndinin girişində stadion var. Bak, Tatarlı kəndinə girək. Oradan da Safgözlə çıxacaq. Safgöz, Abbasqullar, Goranboy. Yolumuz devam ediyor. Goranboy rayonu Tatarlı kəndi. Tatarlı kəndinin içine girdik. İnşallah buradan Safgöz kəndinə çıxacaq. Goranboy rayonu Safgöz kəndi. Axır ki gəlib Safgöz kəndinə girdik. Bu da Safgöz kəndinin cümə məhəlləsi. Safgöz cümə məhəlləsi. Tatarlı kəndindən girdik. İnşallah Abbasqullar, sonra da Goranboy şəhəri. Safgöz kəndi, Safgöz kəndində belə bir qədimi bina var. Vaxtı ikən bu kənd sovet olub, klub olub, məktəb olub. Devam edir. Goranboy rayonunun Abbasqullar. Abbasqullar. Buradan da yana inşallah Goranboy şəhəri. Axır ki gəlib Goranboy şəhərinə çatdıq. Bugünkü səfərimizdə Tapqaravoyundan çıxdım. Sonra rəmələrlə, zəngahlarla gəlib çıxdım Qasımbəyliyin Naftalanı.
Oradan da Tatarlı, Safgül, Abbasqullar, Göranboy. Ümumi də götürən təxmini arasa 40 kilometrdən artıq olsun. Çətin bir səfər oldu, çətin yollarla gəldim, inşallah gəlib çıxdıq.